Artıq bir aya yaxındır ki, Sloveniyadan və şükürlər olsun, hər şey qaydasındadır. Komanda kollektiv yaxşıdır, uyğunlaşmaqda heç bir çətinlik çəkmədim. Artıq təlim məşq toplanışını sonlaşdırmışıq və belə deyə bir ayda artıq 9 dənə oyun oynamışıq və artıq çempionat həftəsindəyik və ilk oyun 6-cı gündə keçiriləcək. Məqsədim burada ondan ibarətdir ki, bacardığım qədər yaxşı formada oynayayım və bacardığım qədər uğurlu oyunları keçirdim. Sözsüz ki, ilk növbədə fikrim burada olduğum zaman komanda maksimum kömək edib, birinci divizyona yüksəlməyə və Barcelona hazırlıqlı şəkildə qalxmaqdır. O ki, qaldı burada ümumi vəziyyətinə İspaniyadan fərqli olaraq futbol burada biraz fərqlənir. Yəni, daha fiziki və atletik futbola üstünlük verilir. Amma bu məni heç nədən çəkindirmir, əksinə maraqlıdır. Bununla mən böyük təcrübə almış da oluram. Haydi biz çıxaq.